Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Dekabr ayının 8-i, həftənin bazar ertəsi günü 2025-ci ildə son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Azərbaycanın sabiq mədəniyyət naziri Əbülfəz Qarayevin qızı məhkəməyə verilə bilər. Belə ki, News 365 saytının məlumatına görə bir qrup ziyalı və mədəniyyət nümayəndələri Suad Qarayevanı məhkəməyə verməyə hazırlaşır. Qeyd edilir ki, hadisənin hüquqi, mənəvi və siyasi tərəfləri var. Bu məsələ təkcə bir filmdən ibarət deyil. Film 12-ci əsr şairəsi Məsədi Gəncəvinin müasir interpretasiyada təqdim edir. Kadrlar, hərəkətlər, vizual dillə verilən mesajlar, klassik qəzəllər müəllifi olan şairənin azad, sərbəst, erotik qadın obrazı kimi göstərildiyi barədə narazılıqlar yaradır ki, bu isə cəmiyyətdə sözsüz ki, çoxlu suallar doğurur. Suallardan biri də odur ki, tarixi şəxsiyyət çağda estetika ilə təqdim oluna bilərmi? Sərbəst təqdimat təhqirlər doğurursa, bu azadlıqdırmı? Sənət dəyərləri milli dəyərlərdən üstün tutulmalıdırmı? Bəli, bütün bunlar çoxlu suallar yaradır və buna əsasən də narazılıq yaradır. Əsas narazılıq bax bu məqam ətrafında cəmlənib və buna görə də Əbülfəz Qarayevin qızı Suad Qara məhkəməyə verilə bilər və yaxın günlərdə yəqin ki, bununla bağlı daha geniş ətraflı biz məlumat ala biləcəyik.